Salam, hər vaxtınız xeyirli olsun əziz müəllimlər. Deməli, Azərbaycan dili və riyaziyyat sınaq 2 ilə videomuza davam eləyirik, izahlarımıza davam eləyirik. Bu video yeni il hədiyyəsi kimi MİQ və sertifikasiya namizədləri üçün hazırlanıb. İçərisinə daxildə 10 Azərbaycan dili sualı və 10 dənə riyaziyyat sualı. Qeyd edeyim ki, MİQ və sertifikasiyaya hazırlaşan müəllimlər üçün daha yararlıdır. Deməli, Azərbaycan dili sualından birinciyə baxırıq. Deyir, hansı cümlədə işarə əvəzliyindən sonra vergül qoyulmalıdır? Aya baxırıq, deyir, o yalanları ilə hamını aldadır. İndi burada o-dan sonra vergül qoyulacaq, amma o demək deyil ki, bizim sualımızın cavabı A variantıdır. Niyə görə? Çünki bizə şərtdə deyir ki, işarə əvəzliyi. Buradakı, yəni A-dakı o yalanları ilə hamını aldadır, şəxs əvəzliyidir. Onun üçün vergül olmayacaq. Olacaq, amma şərtimizə uyğun vergül deyil o. B-də deyir, o gedəndə heç nə demədi. Burada da şəxs əvəzliyi kimi düşünülüb, amma özündən sonra feil gələndə biz bilirik ki, vergül olmayacaq. Burada da özündən sonra feilə bağlama gəlib, anda əndə şəkilçisi var. Onun üçün vergül olmayacaq. İstər şəxs əvəzliyi də olsa, istər işarə də olsaydı, burada vergül olmayacaqdı. Bu evdə yaşamaq çətindir. Hansı evdə? Bu evdə. Burada işarə əvəzliyidir, amma özündən sonra vergül istəmir. Bu neçə manatdır deyir. Özündən sonra əvəzlik gəldiyi üçün işarə əvəzliyindən sonra əgər əvəzlik gələrsə, yenə də vergül olmayacaq. Y variantında deyir, bu qardaşım üçün çox dəyərlidir. Bəli, burada hər nə qədər də nə qardaşım üçün çox dəyərlidir sualına cavab versə də, biz məsələn bunun yanına bir dənə söz artırıb, məsələn deyirəm ki, bu qələm qardaşım üçün çox dəyərlidir. Hansı qələm? Bu qələm. Qələmdən sonra vergül olacaq. Özünüzdən artırıb da, yəni vergülünü yaza bilərsiniz. Bu, qardaşım üçün çox dəyərlidir. Görürsünüz, özü də istər-istəməz fasilə tələb eləyir. Y variantında, deməli, doğru cavabımız birinci sualda Y variantı olacaq. İkinci sualda deyir, sifətlərdən biri ismi xüsusiyyətlərini daşıyır. Mübariz İbrahimov igid əsgər idi. Burada əgər fikir versəniz, hansı sifətdən söhbət gedir? Bütün variantlarda igid sözü var. Onun üçün igid sifətindən söhbət gedir. Görək, hansında igid isimləşib. Deməli, Mübariz İbrahimov igid əsgər idi. Sualını itirməyib, xüsusiyyətini itirməyib. Yəni, necə əsgər idi? İgid əsgər idi. Onun üçün A variantı deyil. İgid ölər, adı qalar. Kim ölər? İgid ölər. Görürsünüz, burada sifət öz sualını itirib və ismin sualını qazanır. Kim ölər? İgid ölər. Onun üçün doğru cavabımız B olacaq. C-də deyir ki, əsgərlərimiz torpaqlarımızı düşməndən azad edəcəklər. Hansı əsgərlərimiz? İgid əsgərlərimiz. Burada da itirməyib sualını. Ramiz igid oğlandır. Necə oğlandır? İgid oğlandır. İgid oğlanlarımız vətəni cəsarətlə müdafiə edirlər. Necə oğlanlarımız, hansı oğlanlarımız suallarının heç birini itirməyib. Deməli, doğru cavabımız burada B variantı olacaq. Üçüncü sualda deyir, hansı sözün tərkibi kök, 2 leksik və 3 qrammatik şəkilçi sxeminə uyğundur. İkilikdədirlər. 2 sözün kökü, ikilik, ikilikdə, ikilikdədir. İkilikdədirlər. Burada bir leksik var, onun üçün bunu götürmürük. Sürücülərimizdən sözün kökü, sür sözün köküdür. Sürücü, leksik, sürücülər artıq qrammatiklərə keçirir. Onun üçün 2 leksik olmadığı üçün götürmürük. Ağartmırdılar. Ağ sözün kökü ağarmaq, ağartmaq, 2 leksik. Burada m-la r ayrı-ayrılıqda götürülür. Görürsünüz, qrammatik şəkilçilərin sayı artacaq. Sonra D-də deyir, yaşadırdıq. Yaş sözün kökü, yaş sözün kökü, baxın, burada belə yazaq. Yaş, yaşamaq, yaşatmaq, yaşadır, yaşadırdı, yaşadırdıq. Deməli, 2 dənə leksik, 3 dənə qrammatik sxeminə uyğun gəldi. Bir də kökü var idi əvvəlcədən. Deməli, burada doğru cavabımız hansı olmuş oldu? D variantına uyğun gəlmiş oldu. Deməli, 4-cü sualda deyir, nümunədə neçə söz səhv yazılıb? Anadır. Anadır yazıb, amma nə olmalıdır? Anadır olmalıdır. R itirib, yəni yazılmayıb. Hər kişiyə öz vətəni. Sadəcə burada anadır sözü səhv yazılıb. Bəsləyib sinəsi üstündə onu. Bəsləyib biz tələffüz eləyirik də, amma
Yazılış zamanı orfoqrafiya qaydalarına uyğun bəsləyib olmalıdır. Onun üçün birinci sırada anadı sözü, ikinci sırada bəsləyib sözü səhv yazılıb. Doğru cavabımız B variantına uyğun gəlir. Cavabımız oldu B variantı. 5-də deyir, frazoloji omonimliyi göstərin. Bilirik ki, frazoloji omonimlikdə hər iki mənanın məna məcazi mənada olmalıdır. Biri həqiqi mənada olarsa, əgər frazoloji omonimlik sayılmır. Burada da A variantında gördüyünüz kimi ona xoşbəxtlik üz verdi deyir. Bir də deyir, üz verəndə assar istəyir. Hər ikisi məcazi mənadadır. Xoşbəxtlik üz vermir, nə də üzü vermək olmur. İki assarını istəyirsən. Onun üçün burada doğru cavabımız A variantı. Digərlərinin biri məsələn həqiqi mənada ola bilər, biri də məcazi mənada. Bu frazoloji omonimlik sayılmır. 6-cı sual. Aşağıdakı köməkçi nitq hissələrindən hansıları işləmə yerinə görə iki köməkçi nitq hissəsi ola bilər? Belə deyim də, burada cavabımız C variantıdır. Çünki məsələn, əsasən sözü, bax, əsasən sözü 2 dənə köməkçi nitq hissəsinə uyğundur. Biri qoşmaya uyğundur. Həm cümlədə qoşma ola bilər, həm də modal söz ola bilər. Sonra Hətta iki köməkçi nitq hissəsi ola bilər. Biri bağlayıcı ola bilər, biri qoşma ola bilər. Biri bağlayıcı ola bilər, biri ədat ola bilər. Digəri isə ancaq, yenə də biri bağlayıcı, biri ədat ola bilər. Deməli, C variantında əsasən, hətta, ancaq hər iki köməkçi nitq hissəsi formasında işlənə bilir. 7-ci sual. Nümunədə qoşmanın hansı növünə aiddir? Nümunədə qoşmanın hansı növünə aiddir? Nümunələr. Üzr istəyirəm, səhv oxuyuram, şərt. Nümunələr qoşmanın hansı növünə aiddir? Kefimdən yox, sizi yaşatmaq üçün güllə atıram. Deməli, burada məqsəd nədir? Güllə atmağın məqsədi sizi yaşatmaqdır da, düzdürmü? Deməli, məqsəd oldu. C-yə 1 uyğun gəldi, belə yazılıb. 2-də deyir, Fatimə dəsmalı bulaq kimi qaynayan südün altına tutdu. Bulaq kimi, görürsünüz, nəyəsə bənzədilib. Onun üçün bənzətmə qoşmasından istifadə olunub. Deməli, 2-də A olacaq. Ya A2-də yaza bilərik. Məndən sonra onlar qrup yaradacaqlar. 3-ə D aiddir. Görürsünüz, məndən sonra zaman məzmunlu qoşmadır. Məndən sonra, yəni 3-ə D-yə uyğun gəldi. 4-də də amma Aysel'dən başqa, görürsünüz, fərqləndirir. Yəni, ondan savayı, ondan başqa heç kəs gəlməmişdi. Burada da B-yə də 4 uyğun gəlir. Deməli, A variantımız bizim uyğun variantımızdır. A2 oldu, B4 oldu, C1 oldu, D də 3 oldu. Bəli, A variantı uyğun gəlir. 8. Deməli, fıstıq ləpəsi birləşməsinin birinci tərəfinin fonetik təhlili zamanı hansı samitlər təhlil olunmur? Fıstıq ləpəsi deyirəmsə, mən həmin bu sondakı qıya baxıram. Özündən sonra samitlə başlayan şəkilçi və yaxud da söz gələndə qı xıya keçir. Yox, əgər fıstıq ağacı desəydim, onda qı xıya keçərdi. Amma burada özündən sonra samitlə başlayan söz gəldiyi üçün biz xıya keçmiş variantından istifadə edəcəyik. Yəni, bu formada tələffüz olunacaq. Həm də t-da d-ya keçmiş olacaq. Fıstıq. Bax, tələffüz forması budur. İndi bizdə hansılar istifadə olunmadı? Burada f-dan istifadə olunub, g-dan istifadə olunmayıb. Çünki özündən sonra saitlə başlayan söz və yaxud da şəkilçi gəlməyib. T-da istifadə olunmadı. Olunmur deyir elə 3. Bir də q keçdi x-nın yerinə. X keçdi q-nın yerinə, daha doğrusu. Bir də nə? 5-də. Yəni q-dan istifadə olunmadı. 2, 3, bir də 5 D variantı bizim doğru cavabımızdır. 9. Solmaz nənə cibindəki konfetləri nəvələrinə payladı. Deməli, nə etdi, payladı? Kim? Solmaz nənə. Nəyi payladı? Konfetləri payladı. Hansı konfetləri payladı? Cibindəki konfetləri payladı. Kimə payladı? Nəvələrinə payladı. Deməli,
mübtəda. İndi burada qırıq-qırıq görsəmənə baxmayın, görürsüz. Buradakı qırıq-qırıq xəttimiz daha belə deyim, açıq-aşkar bilinir ki, bu qırıq-qırıq xəttdir. Amma digərini mən mübtəda formasında işarə kimi qoymuşam. Deməli, mübtəda, düz xətt, dalğalı xətt, 2 dəfə tamamlıq olacaq, bir dənə də xəbər olacaq. Deməli, mübtəda, təyin, tamamlıq, xəbər. Bax, elə A sxeminə uyğun gəlir. Cavabımız oldu A variantı. 10-cu sualımız 10-cu sualımız deməli MEQ 2025-də MEQ imtahanına düşən mətnimizlə bağlıdır. 100 yaşında bir kişi qocalıb əldən düşmüşdü, amma yenə də həm özü ağac əkir, həm də övladlarına əkdirirdi. Bir gün həyətə girən cavan ondan soruşur ki, bu qoca yaşında burada nə iş görürsən? Qoca da deyir ki, ağac əkirəm, calaq edəcəm. Cavan da ona deyir ki, onsuz da sənin 100 yaşın var. Vaxtın çatmaz o ağac böyüyəndə barından yeməyə. Qoca deyir, olsun. Yəni, burada deyir, mətnin əsas məzmununa uyğun nöqtələrin yerinə yazılacaq fikri tamamlayın. Deyir, olsun. Bir qoca əgər ağac əkirsə, özünü düşünülməkməyəcək ki, o zaten onu bilir ki, özü əkəcək, amma özü yeməyəcək. Amma əkiblər, yemişik, əkirik, yesinlər kimi bir cümlə fikirləşəcək. Deməli, doğru cavabımız burada A variantına uyğundur. Riyaziyyat suallarına keçdik. 11-ci sualımız sürət məsələlərlə əlaqəli bir sualdır. Qələmimizi götürürəm və getdik. Deyir, aralarındakı məsafə 203 kilometr olan velosiped və motosiklet qarşı-qarşıya yola çıxır. Deməli, belə bir yoldur. Aralarındakı məsafə ümumi olaraq 203-dür. Düzdürmü? Velosiped və motosiklet qarşı-qarşıya yola çıxır. Biri buradan çıxır, buna biz velosiped deyək. Biri də buradan çıxır, buna da biz motosikletçi deyək. 2 saat sonra onlar arasındakı məsafə 83 kilometr idi. Bax, 2 saatdan sonra bu hardasa buralığa gəlir, bu da buralığa gəlir. Ortada 83 kilometrlik bir məsafə qalır. Onu getmirlər. Onun üçün 83-ü nəzərə almayacaq. Sonra deyir ki, velosipedin sürəti motosikletin sürətinin 2 dəfə az idi. Deməli, əgər velosiped motosikletçidən 2 dəfə azdırsa, motosikletçi də velosipeddən 2 dəfə çox olmuş olur. Onun üçün ta götürüb velosipedi 2 dəfə azaltmaq yerinə motosikleti 2 dəfə çoxaldırıq. 2x bura yazırıq, x bura yazırıq. Getdiyi saat da 2 saatdır. Vaxtı hər biri 2 saat yol gedib. İndi bizim düsturumuz var idi. V1 qarşı-qarşıyadır deyə toplanılacaq. V1 üstə gəl V2 vurulsun T bərabərdir S. S-imiz nədir? 203 deyil. S-imiz nədir? Getdiyi məsafədir. Yəni, oradakı 83-ü biz nəzərə almayacaq. Deməli, burada V1-imiz 2x olsun, V2-miz x olsun. Bunları T-yə vuranda, yəni 2 saat, hər biri 2 saat hərəkət edib, bərabərdir. 203-dən 83-ünü çıxıram. Çünki 83-ü gedməyib. 203 çıxılsın 83. 0, ondan 8, 2, burada da 1 qaldı da, düzdürmü? 120. 120-ni yazıram bura. 2x-nin x topladım, 3x verdi, bərabərdir. 120-ni 2-yə bölürəm, 60, x də verdi bizə neçə? 20. Deməli, mənim tapdığım 20 elə velosipedçinin öz sürətidir. Yəni, cavabımız B variantına uyğun gəlir. Əgər motosikletçi desəydi, 20-ni 2-yə vuracaq. Çünki motosikletçi velosipedçidən 2 dəfə çox sürətlə hərəkət edirdi də. Onun üçün velosipedin sürətini istədiyi üçün 20-ni götürmüş oluruq. 12-ci sual. Deyir, şagird 356 səhifəlik bir kitabı 4 gün ərzində oxudu. Bax, bura yazıram 1 gün, 2 gün, 3 gün, 4 gün. Birinci gün 25%-ni. Nəyin 25%-ni? 356-nın 25%. Onun üçün 356-nı vuracaq 25-ə, böləcək 100-ə. Burada 100 ilə 25 ixtisar gedir. Aşağıda 4 qalır, yuxarıda 1 qalır. Elə 25-in özünə ixtisar getdi də. Onun üçün bərabərdir. 356-nı da 4-ə böləndə. 35-in içində 4, 8 dəfə. 36-nın içində 4, 9 dəfə. Deməli, birinci günü 89 səhifə oxuyub. Sonra 3 gün ərzində hər növbəti gün əvvəlkindən 6 səhifə az oxuyub. Gəl baxaq. Əgər birinci gün 89 səhifə oxuyubsa,
İkinci gün ondan 6 səhifə az, yəni 83 səhifə. Sonrakı gün, üçüncü günü ondan 6 səhifə az, yəni 77 səhifə. Və dördüncü günün, ən sonuncu gün yenə ondan 6 səhifə az, yəni 71 səhifə oxuyub. Geridə oxunmamış səhifələr qalıb və biz bunu necə tapırıq? Bax, ümumi oxunmuşları gəlin toplayaq. 9, 10, bu da 3 ilə 7, 10 eləyir. Elədi 20, 0, 2 yadda. 8 ilə 8 elədi 16, 7 ilə 7, 14. İkisi bir yerdə 30. 2 də yadda 32. İndi 320 səhifəsi oxunub. Yerdə nə qalıb? 356-dan ümumi səhifə sayından oxunmuş səhifə sayını çıxsam, oxunmamış səhifə sayını tapmış olacam. Cavabım oldu. D variantı 36-ya bərabər. 13-cü sual. Deməli, deyir, düzbucaqlı şəklində olan iki qonşu həyətin hər birinin uzunluğu 170 metr. Bax, iki qonşu deyəndə nəyi nəzərdə tutur? Belə bir sahədir. Bu sahə qonşudur. Yəni, uzunluqları eynidir, amma enləri fərqlidir də. Uzunluqların hər ikisinin 170-dir. Amma enləri biri x-dir, biri 51 çıxılsın x-dir. Yəni, çünki cəmi, enlərinin cəmi 51-dir. Məsələn, nümunə deyim, tutaq ki, iki insanın yaşlarının cəmi deyirəm ki, 40-dır da, düzdürmü? Birincinin 20 yaşı varsa, ikincinin neçə yaşı olacaq? Bax, 40-dan 20 çıxacağım da, birinciyə məsələn 20 yazıramsa, ikincinin yaşını tapmaq üçün 40-dan da 20 çıxıram, 20. İkincinin də yaşı 20-dir. Məsələn deyirəm. Məsələn, birincinin 10-dursa, ikincinin 40 çıxılsın 10, 30-dur. İndi burada birinci x-dirsə, ikinci 51 çıxılsın x-dir. Yəni, bu formada n-ni yaza bilərik. Birinci həyət buna deyək biz, ikinci həyət buna deyək biz. Deyir, birinci həyətin sahəsi ikincidən 510 metr kvadrat çoxdur. Gəlin baxaq. Bu çoxdur. Deməli, aralarındakı fərq 510-dur. Yəni, bax, bunun sahəsindən bunların sahəsini çıxsam, mənə verəcək 510. Sahə də necə tapılır? N-ni uzunluğa vuraraq. 170-i vururam x-ə, 170 x çıxılsın. İndi 170-i vuracam 51 çıxılsın x-ə. Onun üçün 170 kənarda qalır, mötərizənin kənarında 51 çıxılsın x-də. Mötərizənin içinə daxil olur, bərabərdir neçə? 510. İndi bu tənliyi hesablayaq. 170x çıxılsın, 170-i 51-ə vuraq. 1 0-ın 0, 7, 1, üstə gəl. 5 0-ın 0, 5, 7, 35, 3 yadda, bu da 8. 0, 7, 6, bu da 8. 8670. Yazıram 8670. Üstə gəlinsin. Niyə üstə gəlinsin? Çünki mənfini mənfiyə vuranda müsbət edir. 170x bərabərdir 510-a. İndi 170 ilə 170-i topladım, 340x elədim, bərabərdir. 8670-in də üzərinə 510 gəlirik. İndi 340x nəyə bərabər olacaq? 0, 8, 11 bir yadda, 8, 1 yadda 9. X-in də qiyməti buradan neçə vermiş olacaq? 918-in içində 340 2 dəfə götürək. Gəl burada yazaq. 9180-i bölək 340-a. Qələmin görüm rəng. Biraz nazikləşdirim. Aha. 918-in içində 340 2 dəfə götürək. 2 0-ın 0, 2 4-ün 8, 2 3-ün 6. Xətti çəkdim. 8, 11-dən 8, 3, 8-dən 6, 2. İndi 238 340-a bölünmədiyi üçün yanına bir 0 atıram. Burada da 7 götürürəm. 7 0-ın 0, 7 4-ün 28, 2 yadda, 3 7-ün 21, 2 yadda 23. Deməli, cavabımız 27. Cavabımız deyəndə, yəni birinci həyətin sahəsini soruşur məndən. Birinci həyətin enini mən tapmış oldum. Eni oldu neçə? Eni oldu 27. İndi birinci həyətin sahəsini də tapmaq üçün 170-i də 27-yə vururam sahəsini tapmaq üçün. 7 0-ın 0, 7 7-dən 49, 4 yadda. 7 1-in 7, 4 yadda. 11 üstə gəl. 2 0-ın 0, 14 1 yadda, 2 1-inci 1 yadda 3. 0, 9, 5, burada 4. 4590 metr kvadrat. Cavabımız oldu C variantı. 14-cü sual.
Buradakı texniki səhvi düzəltməmişəm hələ, amma siz bu sınağı işləyəndə artıq düzəlmiş görəcəksiniz. Buradakı səhv nədir? Burada 3 olmalıdır. Deməli, tənliyimiz budur. Deyir, tənliyi hesabla və apar x-i yerinə qoy. Yəni, buradan x-i tap, apar oradakı x-i yerinə qoy və qiymətini tap. Deməli, tənliyimiz bu formadadır. Görürsünüz, burada 70 bölünsün kənardadır deyə mən 97-ni bu dəfə mötərizənin kənarına çıxardıram ki, bundan sonra onu hesablamış olacağam. 3 vurulsun, 8 üstə gəlsin. 5x plus 4 böl 29 bərabərdir. Neçədən mötərizə açdım? 1, 2, 3-dən açmışam. Birini burada bağlamışam. İkisini də burada bağlayıram. Bərabər. 70-i 70-ə bölsəm 1 alacağım. Onun üçün cavabım oldu 70. İndi buradakı 3-ü mötərizənin kənarına çıxardıram. Üstə gəlinsin 5x plus 4 bölünsün 29. Deməli, 2 mötərizə, birini də burada bağladım. Biri də burada bağlanmışdı. 97-dən, bax bu 97-dən neçə çıxsam 70 olacaq. 27 çıxsam. Onun üçün cavabımız 27 yazıram. Artıq 3 mötərizənin kənarında olduğu üçün indi buradakı 3-ü hesablayıram. Onun üçün 8-i bu dəfə mötərizənin kənarına çıxardıram. 5x plus 4 bölünsün 29. Bağladım mötərizəni. Yox, bağlamırıq. Çünki artıq bir mötərizə və buradakı bağlamışam da, bitdi, getdi. Bərabərdir. 3-ü neçəyə vuranda 27 eləyəcək? 3-ü 9-a vuranda 27 eləyəcək. İndi burada həm toplama çöldədir, həm bölmə çöldədir. Onun üçün nə edirəm? İkisi arasında bir seçim eləməli olsam, birinci toplamanı seçirəm. Çünki tənliklərdə normal əməllər sırasından fərqli olaraq birinci ən zəiflər hesablanır. Məsələn, toplama vurmadısa birinci toplamanı hesablayacaq. Toplama çıxmala bölmədirsə birinci çıxmanı hesablayacaq və s. Yəni, burada birinci toplama hesablamaq üçün həmin bu mötərizənin içindəkini 5x plus 4 yazıram və bölürəm 29-a bərabərdir. İndi bu birinci toplanandır, ikinci toplanandır, cəmdir. 8-in üzərinə necə gəlsəm 9 eləyəcək, 1 gəlsəm. İndi buradan 5x plus 4-ü çıxartdım mötərizənin kənarına bərabərdir. Burada bölünən bu ümumi budur, böləndir və qismətdir. Nəyi 29-a bölsəm 1 eləyəcək? Elə 29-u. 5x də bərabərdir. 29-dan 4 çıxıram. 25. X də verdi bizə 5. Deməli, məhsulumuz, yəni x-imiz 5-dir. Tənliyimizin kökü 5-dir. Və 5-i aparırıq buradakı əməlin yerinə qoyub hesablayırıq. Yəni, 7-ni 5-ə vururuq 35. Üzərinə də 11 gəlirik, 46-ya bərabər olur. Cavabımız oldu A variantı. 15-ci sual deyir, düzbucaqlı üçbucağın məlum olmayan birinci bucağı. Belə bir düzbucaqlı üçbucaq çəkirik və düzbucaqlı üçbucağın məlum bucağının 90 dərəcə olduğunu hamımız bilirik. Məlum olmayan birinci bucağı məlum bucağının yarısından 15 dərəcə artıqdır. 90-ın yarısı 45-dir. 15 dərəcədə artıq olsa, deməli, məlum olmayan ikinci bucağı 60 dərəcədir. Onda bu üçüncü bucağa nə qədər qalır? Məlum olmayan, belə deyim də, digər bucağa nə qədər qalır? Əgər bura 90-dırsa, bundan bu ikisinin cəmi də 90 eləməlidir. 60-ı buradadır, deməli, burada 30 qalır. İndi nə deyir? Məlum olmayan ikinci bucağı, yəni bu 30, üçbucağın daxili bucaqlarının cəminə olan nisbətini kəsrlə ifadə edir. Yəni, 30, daxili bucağın dərəcəsi neçə idi? 180-dir də, düzdür. 30-un 180-ə olan nisbətini tapırıq. Buradan da 30-un özünə ixtisar gedəndə 6-da 1 qalmış olacaq. Cavabımız oldu A variantı. 16-cı sualda 2024-cü ilin MİQ imtahanına rast gəlmişik. Belə bir düzbucaqlı çəkir və mənə deyir ki, bu düzbucağın uzunluğu 7x plus 25-dir, perimetri 340-dır. Amma bizə burada xırda bir açar məqam da deyir. Deyir, bu düzbucaqlının uzunluğu ilə eninin fərqinin 4 olduğunu bilərək. Deməli, əgər düzbucaqlının eni və uzunluğu arasındakı fərq 4-dürsə, deməli, uzunu 4 vahid daha çoxdur da. Ona görə x plus 4 bura yazıram, x də bura yazıram. Deməli, bizim də perimetrimiz də məlumdur. Düzbucaqlının perimetrini necə tapırdıq? A gəlsin B vurulsun 2 bərabərdir. P-yə bərabər olur da, düzdür? Yəni, perimetrini tapmaq üçün. Burada da
AB-nin qiymətləri biri x-dir, digəri x plus 4. İkisi bir yerdə 2x plus 4 verir və vururam 2-yə. Çünki 2-yə vurma səbəbim x-dən də 2 dənədir, x plus 4-dən də 2 dənədir. Onun üçün 2-yə vururam. Bərabərdir perimetrinə, yəni 340-a. İndi 2x qalır, 2x plus 4 qalır yerində. 340-ı 2-yə bölürəm 170. 2x bərabərdir. 170-dən 4 çıxıram. 166. X də verir bizə 83. Deməli, düzbucaqlının eninin 83 olduğunu bildim. Mənə də deyir ki, eninin rəqəmləri cəmini tap. Cavabım oldu 11-ə bərabər. 17-ci sual. 17-ci sual çevrilmə ilə əlaqəli bir sualdır. Mən burada bir dəfəlik, elə cavabımız desimetr kvadrat olduğu üçün bir dəfəlik hektarı da, metr kvadratı da hamısını desimetr kvadrata keçirdib bir dəfəlik hesablamış olacağım. Deməli, 8 hektar, əvvəlcə gəlin necə çevirirdik onu yazaq. Məsələn, millimetr kvadrat, indi biz burada kvadratdan hektardan desimetr kvadrata keçəcəyik. Onun üçün daha aydın başa düşün deyə hamısını yazacağım. Millimetr kvadrat, santimetr kvadrat kiçikdən böyüyə gedir də. Desimetr kvadrat, metr kvadrat, ar, hektar, axırda da kilometr kvadrat. Ən böyüyü burada kilometr kvadratdır. İndi bunların hər birinin arasında neçə fərq var? Kvadratdırsa, əgər 2-dirsə, 2 dənə 0 qədər fərq var. Yəni 100 dəfə, 100 dəfə, hər biri bir öncəkindən 100 dəfə böyükdür. Yazdıq belə. İndi mənə deyir ki, 8 hektar, gəl çevirək 8 hektarı desimetr kvadrata. 8-i yazıram. Yanındakı, bax, hektar budur, desimetr kvadrat budur. Ortadakı sıfırları yazıram 8-in yanına. 6 dənə sıfır var. Bu oldu nə? Desimetrin kvadratı. Deməli, 8 hektar əslində 8 milyon desimetr kvadratına bərabərdir. Və bunun 5-də 2-si. 8 milyonun 5-dən 2-sini gəlin tapaq görək nə qədərdir. 8-in içində 5, 1 dəfə, 30-un içində 5, 6 dəfə. Yanına da 5 dənə sıfıra yazıram. Və bunu 2-yə vururam. Çünki 5-ə bölüb 2-yə vurmalıydım da. Bu da eləyir 32, yanında da 5 dənə 0. İndi biz bildik ki, 8 hektarın 5-də 2 hissəsi əslində bunu belə oxusaq, əgər bir dəqiqə necə oxuyurduq? Sinif oxuyurduq da 3 milyon 200 min desimetr kvadratına bərabərdir. İndi gəlin 4 metr kvadratı desimetrə keçək. Aralarında 2 dənə 0 qədər, yəni 100 dəfə fərq var. 4-ün yanına 2 dənə 0 yazıram və bunun 8-dən birini tapanda 50-yə bərabər olmuş olur. Aparıram burada 50-nin üzərinə, həmin onun üzərinə gəlirəm. Onda olur belə 2, 0, 0, 0, 5, 0. Deməli, 32 ortada 3, 0 və 50. Bunun oxunuşu bu formada olacaq. 3 milyon 200 min 50 nə? Desimetr kvadrat. Baxırıq, A variantında görürük o cavabı. 18. Deyir, minliklərə qədər yuvarlaqlaşdırdıq da. 26 min alınan rəqəmləri müxtəlif. Aha. Mən yuvarlaqlaşdırma mövzusunda demişdim ki, əgər minliklərə qədər yuvarlaqlaşdıran zaman ən böyüyü istəyirsəm, neyinirik? Üzərinə 499 gəlirik. Ən kiçiyi istəsəydi 500 çıxardıq. Onun üçün 26 minin üzərinə 499 gələndə ən böyüyü tapmaq üçün 26499 eləyir. Amma mənə deyir ki, burada rəqəmləri müxtəlif olsun. Onun üçün bu sondakı 9-u silib nə yazıram? 8 yazıram. Rəqəmlərin müxtəlif olması üçün görsün, hər rəqəmdən bir dəfə istifadə olundu. İndi keçirəm digər cümləyə. Deyir, minliklərə qədər yuvarlaqlaşdırdığı 32 min alınan. Ən kiçik ədədin. 32 min alınması üçün ən kiçik tapmaq üçün 500-də çıxmalıyam. Bu da verir bizə neçə? 31500. Cəminin rəqəmləri cəmini istəyir. Deməli, gəlin toplayaq. Və topladıqdan sonra gəl görək, bunun rəqəmləri cəmi neçəyə bərabər? Düzmü topladıq? Yox. 5 olmalıdır burada. Hə, 5. 5 ilə 7, 12. Bizə dəqiqə 8, 9, 9, 7. Burada da 5.
5 ilə 7 elədi 12. 12 ilə 9 21. 21 ilə 9 30. Bu da 38-ə bərabər. Cavab oldu Y variantı. 19-cu sual. Deyir A ədədini 5-ə böldükdə, 5 ədədinə böldükdə qalıqda alına biləcək ən böyük tək ədəd alınır. A ədədimiz bizim 2 rəqəmli hər hansı bir ədəddir və bunu 5-ə böldükdə qalıqda burada neçə alınır? Ən böyük alına biləcək ən böyük tək ədəd alınır. Yaxşı, bir ədədi 5-ə böldükdə mümkün qalıqların sayı neçə dənədir? 1 düşə bilər qalıqda, 2 düşə bilər, 3 düşə bilər, 4 düşə bilər, 5 düşə bilməz. Çünki elə ədədimizin böləni 5-dir də. Əgər bölən 5-dirsə, qalıq ondan balaca olmalıdır da. Alına biləcək ən böyük qalıq 4-dür. Amma ən böyük tək ədəd istəyir. Onun üçün 3-dür. Deməli, qalıq 3-dür. O hansı ədəddir ki, 5-ə böləndə qalıqda 3 alınır? O qədər ədəd var, yəni elə çox ədəd var. Amma məndən ən böyük istəyir. Və burada deyir ki, bu ədədi, həmin bu A ədədini 3-ə böldükdə qalıqda 2 alındığı məlumdur. Qalıqda da 2 alınır. Hə, elə bir ədəd götürəcəyik ki, bu ədəd həm 2 rəqəmli ədəd olsun, ən böyük 2 rəqəmli ədəd olsun. Həm 5-ə böləndə qalıqda 3 versin, həm 3-ə böləndə qalıqda 2 versin. Məsələn, ən böyük 2 rəqəmli ədədim 99-dur. Amma 99-u 5-ə böləndə qalıqda 4 verəcək, 3 vermir. Onun üçün 99 yox, 98 götürürəm. Gəl 98-i 5-ə bölək. 9-un içində 5 neçə dəfədir? 1 dəfə. 48-in içində 5 9 dəfə. 9 5-in 45. Görürsünüz, qalıqda 3 verdi. Gəlin də görək 98-i 3-ə bölsəm qalıqda 2-mi verir? 9-un içində 3 3 dəfə. 3-ün 9. 8-in içində 3 2 dəfə, 2 3-ün 6 və qalıqda 2. Gördüyünüz kimi 98 elə mənim mümkün ala biləcəyim ən böyük 2 rəqəmli ədədimdir. İndi nə deyir? A ədədini ala biləcəyi ən böyük 2 rəqəmli ədədin rəqəmləri hasilini tapın. 9-u da vururam 8-ə, 72-yə bərabər. Cavabımız oldu C variantı. 20-ci suala baxırıq. Deməli, həmin bu ədəddə deyir, minlik mərtəbəsindəki vahidlərinin sayı. Gəl görək bu ədədimizin oxunuşu necədir? Oxunuş zamanı 3-3, yəni sondan önə doğru 300 ayırırdıq və biz birincidə, yəni bu sondakı, burada 1 rəqəm də düşə bilər, 2 rəqəm də, 3 rəqəm də fərqi yoxdur. Əsas odur ki, hər hansı, yəni 3-dən o tərəfə keçməsin. 3-dən o tərəfə keçsə artıq başqa sinif sayılacaq. Deməli, buna biz təkliklər sinifi, buna biz minliklər sinifi, milyonluqlar sinifi, milyardlıqlar sinifi. 2 milyard 536 milyon 262 min 727 ədədində minlik mərtəbəsindəki vahidlərinin sayı ilə. Minlik mərtəbə deyir, sinif demir. Deməli, təklik, onluq, yüzlük, minlik. Yəni 2 ilə minlik mərtəbəsindəki vahidlərin sayı ilə təkliklər sinifinin rəqəmləri hasili. Təkliklər sinifi, bax, bu gördüyün 3 dənə rəqəmdir. Yəni 7, 2, 7. 727 təkliklər sinifinə aiddir. Və bunların nə edir? Rəqəmləri hasilinin cəmi neçədir? Bunları bir-birinə vuracam. 2, 7-in 14. 14-ü də 7-yə vururam. 28, 2 yadda, hə, 98 edir. 98 nə? Buradakı 2 var idi, ha, minlik mərtəbəsindəki vahidlərinin sayı. Yəni 2. Bunların cəmini istəyir. Bu da verir bizə 100. Cavabımız oldu A variantı 100-ə bərabər. Belə əziz müəllimlər, əziz namizədlər, Azərbaycan dili və riyaziyyat suallarından 20 sualın izahına baxdınız. Növbəti izahlarda görüşənə qədər sağ olun.